Bəli, sizə xəbər verəcəm Aşıq Ələsgərdən. Aşıq Ələsgər bir gün bir toya aparırlar bunu. Bir ağanın toyu olur. Bu toyda yaxşı iştirak eləyir. Bunun qızına tərif deyir. Gətirirlər başdan ayağa buna bir qat libas verirlər. Yaxşı puxara papaq, vəznəli çuxa, arxalıq, sallama kəmər, gümüş xançal, məz qondarğa buna peşkəş verirlər. Daha öz paltarını qoyur xurcuna, xeyli də pulu olur. Bu paltarla evə gəlir. Evə gələndə arvad görür ki, Ələsgər ayrı cürə nişanda gəlir. Bu getdiyi paltar deyil, bu hancar işdir. Uşaqları bir-birinə vurur. Uşaqları ağladır, deyir, dədəniz ölsün, deyir, yetim qalın. Dədəniz də nə deyir, elə əyninə başına verir qazandığını. Daha demir ki, görək bu yetimlər nə geyinəcək, nə yiyəcək. Ay arvad, uşaqları zadı niyə qırıb batırırsın? Gənə fikir vermir Ələsgərə. Deyir, ay arvad, uşaqları qırıb batırma. Bu paltarı bir ağanın, bəyin belə qızına tərif dedim. Bu paltarı, bu livası mənə bağışladı. Qorxma, ona binəm də pul gətirmişəm. Dedi, nə yaxşı tərif deyənsən? Doğrudan da talar deyib ki, çıra dibinə işıq salmaz. O tərifdən bə mənə niyə demişsən? Ay, başı üstü arvatı, niyə demirəm? Sana da deyim. Sazı köynəyindən çıxardıb, sazın zil bəndlərini kök elləyib, 14 muğamı başda tamam eyləyir. Götürüb burada bir kürdügər ailəyə nə oxuyur tərəfindən ərz eyləyə xoşbaxt olur. Elinden haberin var mı? Elinden haberin var mı? Ağrın alma, ağrın alam. Dört bir yanın bahçe söğüt, dört bir yanın bahçe söğüt. Şunundan haberin var mı? Niye dilber derdin almay, derdin almay, derdin alam. Dört bir yanın bahçe söğüt, külünden haberin var mı? Külünden haberin var mı? Ala gözlü, nazlı dilber, elinden haberin var mı? Dört bir yanın bahçe söğüt, külünden haberin var mı? Dedi, ne gayrım, böyle gül ağacı basırıydın, gül de pitiydi. Söğüt basırıpsan söğütte de gül olmaz. Ha, arvas, kulak as bir canım. O zamanki geldin bir de, o zamanki geldin bir de, sürme çektin ala göze, sürme çektin ala göze, ala göze. Zibilin çıkıptır dile, külünden haberin var mı? Aman aman ağrın almay, derdin almay, derdin alayım.
Zibilin çıkımıza külünden haberin var mı? Külünden haberin var mı? O zaman ki geldin bize sürme çektin ala göze. Zibilin çıkıptı dize külünden haberin var mı? Dedi yetimlerin koyur köyü süpürəm. Biri Pəpə deyir, biri Məmə deyir. Bilmirəm hansına baxam. Qulaq as bircə ayarvat. Yəni cavan vaxtı nə tərif? Gel canım ay balam ey. O zamanki gelin idin, kaburgası kalın idin, hayrın almay derdin almay derdin alam. Kaynaniye zalim idin, dilinden haberin var mı? Niye dilber derdin almay derdin almay derdin alam. Kaynaniye zalim idin, dilinden haberin var mı? Dilinden haberin var mı? O zamanki gelin idin, kaburgası kalın idin, qaynanıya zalim idin, dilinden haberin var mı? Nəman qaynanem dilsiz idi? Hafta 8, bazar 9'a keçəndə mənlə əl-ələ qalxırdı. Ay arvad, bizə qulaq az. Gel canım ay canım ay. Oturursan benden hanekten, suyun kurtarıp senekten, suyun kurtarıp senekten, ayrın almay derdin alay. Məmə çıxıb köynəkdən, məmə çıxıb köynəkdən, Tuluqdan xəbərin varmı? Gecədən xəbərin varmı? Ayrın almay dərdin almay dərdin alay. Məmə çıxıb köynəkdən, Gecenden haberin var mı? Gecenden haberin var mı? Çünkü şu an biri su istedi, 50 seneye uzattı ki senekte su yoktu. Onun için deyir oturursa mənlə hənəkdən, suyun qurtarıb sənəkdən, məmən çıxıbdı köynəkdən. Tuluqdan xəbərin var mı? Deyəndə dedi ölmüşün əmir dedi, elə bildim ki çarı qoymuşam, ne olar ki işte qalıb da. Arvadım möhkəm acığı tutdu. Dedi mənim yerim, cehizim, nəyim varsa ver gedirəm. O vaxtı da ne olacaq? Ya bir küt farmaş olacaqdı, ya bir iki kilim, xurcun falan olardı.
bir də bir tavadan qazanılan, amma bunun da o qədər veş də gətirməmişdi. Bircə tavası var idi, onun da bir böyrü dəli idi. Şakir dava, Ələsgərlə Şakir dava, Cehizindi qırıq tava, ayrın almay dərdin alam. Yehrindin altı şaha, malından xəbərin varmı? Aman aman ayrın almay dərdin almay dərdin alam. Nehrindin altı şaha, malından xəbərin varmı? Malından xəbərin varmı? Ələsgərlə Şakir dava, Cehizin də qırıq tava, Mehrin də altı şaha, malından xəbərin varmı? Xoşbaxt olun.